Yeganə xanım, siz Sumqayıtda çalışırsınız, Sumqayıtda fəaliyyət göstərirsiniz, sizin işiniz də buradadır. Musiqi şünassınız və eyni zamanda sizin kitablarınız da var. Bəli, yaxın günlərdə, keçən il 2025-ci ildə bir musiqi terminləri adında bir kitabım ərsəyə gəldi. Mədəniyyət Nazirliyi tərəfindən müəllimlərin attestasiyası təşkil olunmuşdu. O ərəfələrdə elə kitabın işığı gördü və demək olar ki, Azərbaycanın bir sıra müəllimləri, 100-dən çox müəllimi, hətta 400-ə qədər artıq kitabın nəşr olundu və bəhrələndi bir xeyli müəllim və mənə hətta o qədər təşəkkürlər gəldi sosial şəbəkələrdən, mənim özümün şəxsi hesablarıma o qədər təşəkkürlər gəldi ki, nə xoş bizə ki, siz 10-15 kitabı bir ərsəyə gətirib o kitabı yaratmışsınız. Orada musiqi terminləri yer almışdı, musiqi nəzəriyyəsi, musiqi ədəbiyyatı. Yəni, hər bir müəllimin stol üstü kitabı idi da, vəsaitdir deyərdim. Hər bir müəllimin, yəni stolüstü bir vəsait idi, bəli. Bəli, musiqi sahəsində çalışan, həm orta məktəbin nəğmə müəllimləri, həm incəsənət məktəbinin, həm musiqi məktəbinin... Vüqar müəllimə daha da çox yaxını, bəli. Terminlər orada yer almışdı. Axırıncı dəfə Nazim Bağırov böyük bir kitab yazmışdı. O kitab da artıq 61-ci ildə çapa getmişdi. Ondan tapılmırdı o kitablar. Mən artıq o kitablardan tapdım bir neçə kitabxanalarda, günlərimi keçirtdim. Yəni, orada onları bir araya topladım, musiqi terminləri bir kitabı yaratdım. Bəli, musiqi terminləri bir kitabı yaratdım. Doğrudan bunun özü də bir peşikarlıqdan irəli gəlir. Ən azından müəllimlər də o musiqi nəzəriyyəsindən, o kitablardan bəhrələnirlər və mən kitablardan qalıb... Bəli, inşallah növbəti dəfə gətirərəm sizin ilə. Mən istəyərəm elə Vüqar müəllimə də verərdiniz. Çox böyük məmnuniyyətlə bu. Yeganə xanım, çox mən şad oldum ki, çox sizlə bir efir bölüşürəm həqiqətən. Siz ziyalı insansınız, Allah sizi saxlasın. O kitabın da ərsəyə gəlməsi çox böyük bir işdir. Hər dəfə həm müəllim, həm tələbələr mütaliə eləməlidir, maariflənməlidir. Mütaliə hər zaman lazımdır, müəllimlərə də lazımdır, həqiqətən. Elə bir şey var ki, bəlkə orada o kitabın içində unutmuşam mən. Onu oxuyacam, yadıma düşəcək. Onu təkrar elədi, bəli. Vüqar müəllim özü bilərdə musiqi terminləri hər kitabın arxasında müəyyən bir lüğət kimi verilirdi. Müəllimlər çox əziyyət çəkirdi. O kitabları əldə etmək, onları araşdırmaq, onları tapmaq, onları hətta kserokopyalar edirdilər, xırda-xırda vərəqlərdə itirdi, batırdı. İtir batır, amma indi kitab şəklində eləmişsiniz ki, orada qalsın. Bir toplu şəklində, kitab şəklində çox gözəldir. Çox gözəl bir iş. Bir də orada bütün ilkləri salmışam. İlk opera, ilk balet, ilk deməli, nağıl janrında olan... Çox gözəl. Xahiş edirəm o kitabdan bir də mənə verərsiniz. Sevə-sevə... Vüqar müəllim şad oldu. Çox şad oldum. Valla mən belə işlərə sevinirəm. Bu tarixi bir işdir, həqiqətən.